Azərbaycan nağılları. Tülkünün hiləsi. Deyir meşələr sultanı, meşələr şahı şir, o tərəfə baxır, bu tərəfə baxır, öz-özünə deyir, bu meşədə məndən güclüsü yoxdur, heyvanların hamısı mənə ləbbeyk deyir, gedim görüm, o biri meşələrdə nə var, nə yox. Gəzə-gəzə gəlib bir meşəyə çıxır, uzaqdan bunun gəldiyini görən tülkü, şirin peşvazına çıxır. Şirin dilini işə salır, şah, sən bizim yerlərə xoş gəlmisən, nə vaxtdır sənin yolunu gözləyirik, axı nə dərdimiz ki, bizim də meşənin pəhləvanı özünü yetirdi, doğrudan da şahım, sən hamıdan güclüsənmi? Şir deyir, yoxsa buna şübhəm var, hansı ağacı deyirsən kökündən çıxardım. Tülkü deyir, ağacı kökündən çıxartmaq lazım deyil, əziyyət olar, bax, o sürünü görürsənmi? Mən girim, qoyunları ülkürdüm, sən də birini boğazla yeyək. Şir razılaşır, deyir, o mənim əlimdə heç nədir. Tülkü qoyunları ülkürdür, şir də onların bir ikisini boğazlayır, parçalayıb yeyirlər. Tülkü deyir, ay şahım, dost olduqda, qoy mən bir zarafat edeyim. İndi qoyun bağırsağı ilə sənin qollarını bağlasam, aça bilərsən? Şir tülküyə deyir, ay şələ quyruq, bağırsaq nədir, onu qırmağa nə var? Tülkü şirin pəncələrini qoyun bağırsağı ilə bağlayır. Sonra kənarda gizlənib və müntəzir olur ki, görə şir neynəyəcək? Gün vurduqca bağırsaq quruyur, şirin pəncəsini sıxır, ağrıdan yuxudan oyanan şir ha dartınır, bağırsağı qıra bilmir. Axı qoyun bağırsağı quruduqca möhkəm olar. Şiri tər basır, deyir, bu nə işiydi mən düşdüm? Az qalır bağrı çatlasın, bu vaxt otların arasından ət iynə çıxan sıçanlar bağırsaqları yeməyə başlayırlar. Əlləri açılan meşələr sultanı o yan bu yana baxıb öz-özünə deyir ki, ay dadı bidat, bir yerdə ki şirin əllərini tülkü bağlaya, sıçan aça, daha o meşədə qalmaq olmaz. Bunu deyib sürətlə meşədən uzaqlaşır.